Əlinizin altında Google'a bir dəqiqə girin. Afət Fərman qızı Azərbaycandan köçür. Niyə köçür? Ailə qrup köçür. Mən başqaları kimi gəlib demirəm. Ay vətən pis idi falan. Yox. Çox da gözəl idi. Mən ərə gedib gəlmişəm. Hə. Toy baxımından mənim publikam Rusiyada yaşayan Azərbaycanlılar idi. Buradan gedib orada məni toya çağıranlar ya da bura çağıranlar. Hazır gəlib öyle ana turbanın yerine gelip burada kazanamıram mı? O Bağman bəy, var olasınız, dəyərli sənətkar. Mən sadə el dilində danışıram, Elman bəy. İstəyirsiniz kitab dilində danışım. Dostlar, necəsiniz? Tomskda bizim şəhərdə toydaydınız. Sağ olun, var olun. Tomskdan elə dünən səhər-səhər gəldim, bəli. İndi bugün toy günü deyil, axı qışın ortasında çöldə də qar belə deyim ki 50 santimetrdən çox qar yağıbdır. Əslində heç Moskvada toy çox yoxdur. 5-i, 6-sı, 7-si, sonra nə bilim 12, 14, 5-6 toyum qalıb. Heç Azərbaycanda deyirəm müğənnilərdə o da yoxdur. Varsa Vəfa hər gün ya Tornada da oxuyur. Ya da Rusiya toya gəlir. Vəfanın da toyu burada o gün sizə dedim axı Yekaterinburgda. Deməli orada toy yoxdur deyə bura gəlir. Azərbaycandan da məni buradan deyirəm. Heç kim qovanmaz. Mən Azərbaycan vətəndaşıyam. Səni qovarlar, onu Səma xanım, yəqin sənin əzizlərin qovublar. Mən istəyəndə gəlirəm də sizə sərf eləmir görmək. Mən gəldim oğlumun toyunu Marsda eləmədim ki, Azərbaycanda elədim. Gəncəyə deyir, kafeyə gedir oxumağa. Gördük də, indi adını konsert qoydular. Konsert eləyirik. Moskvadakı burada qalyanxanadaydı. İndi mən yaxında orada toyda olacağım. Sizə göstərəcəm onların burada oxuduğu yeri. Mən onun özəl toy zalı var. Orada toy oxuyacağım. O qalyanxanada mən də konsert oxumuşam. Mən pisləmirəm ha. Oranın özünün öz klienti var. Orada istəyirsən Şəbnəm, istəyirsən Vəfa, istəyirsən Afət. Kim oxuyur oxusun dostlar. Bax, Bağman gəlsin oxusun. Oranın özünün öz klienti var. Ora, o klientlər gəlir onsuz da orada kim oxuyur oxusun oranın özünün öz klienti var.